Siz özünüz nə işləmək istəyirsiniz? Nəyə oxuyursunuz? Kimi Mən özüm oxuyursunuz? idarə etmə oxuyuram, yəni iqtisadiyyat üzrə oxuyuram. Onu bitirib daha çox oxuyub, yəni biznes üzrə, yəni iqtisadiyyat üzrə getmək istəyirəm. Düşünürəm ki, günün bu gündə qadınların təhsil alması çox gözəl bir şeydir. Çünki hər bir qadın gələcəkdə bir anadır və evladına daha yaxşı tərbiyə, daha yaxşı təhsil vermək üçün özü də təhsilli olmalıdır, dünya görüşlü olmalıdır. Qadınlarımızın təhsil alıb işləməsi çox gözəldir. Hər bir qadın öz ayaqları üstə dayanmalıdır. Və məsəl üçün onlar bilə bilməz ki, gələcəkdə başlarına nə gələ bilər. Ancaq evdə oturub yemək bişirməklə irəli gedə bilməyəcəklər. Ona görə təhsil alıb ya da təhsil almadan hansı kiçik bizneslərə girişməklə özləri üçün öz ayaqlarında durmaq üçün, öz ayaqları üstə dayanmaq üçün öz işlərini qura bilərlər, yəni qadınlar. Yəni qadınlar ancaq evdə oturub yemək bişirmək üçün deyil. O keçmişdə, məncə keçmiş dövrdə elə qaldı. Çünki keçmiş dövrdə kişilərə daha çox tələbat var idi, amma indi qadınlar daha ağıllı olduqlarına görə düşünürlər ki, qadınlar da işləsə yaxşı olar, yəni onlar da öz işlərini qurmalıdır. Onda belə deyək, qadınlar pul qazansınlar, kişilər də elə belə evdə işləsin. Xeyr, əslində ailədə indi elə bir zəmanədir ki, yəni hər kəs pul qazanmalıdır. Çünki ortaq büdcə olmalıdır. Hər kəs pulunu qazanmalıdır. Qadın da qazanmalıdır, kişi də qazanmalıdır daha yaxşı yaşamaq üçün, yəni. Vəzifələri necə bölərdiniz? Ailənin içində. Vəzifələri necə bölərdim? Əslində vəzifə olaraq atanın sözü daha çox keçir, yəni kişinin sözü keçir. Yəni mən belə bir şey deyə bilərəm, dominantlığı kişinin tərəfinə qoya bilərəm, amma ədalətli şəkildə dominantlığı kişi tərəfinə qoyardım ki, yəni ədalətli şəkildə qərar versin. Əgər o qadının bütün işlərinin qarşısını alacaqsa, məncə o heç ədalətli olmayacaq. Məncə hər iki insan əgər ailədə münasibətdədirsə, onlar bir-birlərinin fikirlərinə hörmətlə yanaşmalıdır. Düşünməlidir ki, mən əgər həyat yoldaşımın işləməyinə icazə vermirəmsə, yəni əgər müəyyən bir səbəbi varsa, hə, ola bilər. Amma səbəbsiz yerə hansısa bir qısqanclığa görə işləməyinə qoymursa, o düzgün deyil. Hələ ədalətli olmamalıdır da, yəni.